insan üçün müqəddəs varlıqlardan sayılır. İstər ata, istər ana, hər ikisi müqəddəsdir. Hətta bilirsiniz, bunlar barəsində hədislərimizdə, ayələrimizdə kifayət qədər məsələn məlumatlar var, hədislərimiz var. Amma onlardan biri də, mən birini deyəcəm, İsra surəsində Allah buyurur ki, İsra surəsi 23-cü ayda buyurur ki, onların hər ikisi sizin yanınızda qocalıq çağına gəldilər, yetişdilər, çatdılar. Və onlara vələ təqulu uffin buyurur, onlardan hər ikisi yaşlanıb, biri və yaxud da hər ikisi gəldilər, bir yaşa çatdılar, sizin yanınızda qərarlaşdılar. Quran buyurur ki, vələ təqulu uffin, onlara uff belə deməyin və onları rəhmət qanadlarınızın, məğfirət qanadlarınızın altına alın. Necə ki, sizə uşaqlıqda onlar qayğı göstərdiyi kimi, siz də onlara yaşlandıqda, qocaldıqda qayğı göstərin. Həqiqətən də Allah hər bir şeyi görəndir, eşidəndir. Bəli, əziz qardaşlar, Allah Teala valideyninin dəyərini çox böyük tutur. Hətta insan üçün valideynin dəyəri o qədər böyükdür ki, hədis fiqhdə, şəriətimizdə qeyd olunur ki, valideynin razılığı olmadan insan müstəhəbbi ibadətləri edə bilməz. Yəni etsə də doğru deyil və yaxud da müstəhəbbi ziyarətlərə gedə bilməz. Gərək valideynin razılığına. Təbii ki, vaciblər, heç vaciblər məlumdur öz yerində. Yəni məsələ bu qədərdir ki, Allahdan sonra itaətin ikinci vacib buyurulduğu şəxs valideyn, ata və anadır. Bunlar öz yerində və Quran bu məsələdən danışır ilk öncə. Qul in kana abaukum, sizin atalarınız, əgər sizin atalarınız, valideynləriniz, bəli, və əbna